Həyat yoldaşı bu əfsanəvi futbolçunun çox mükəmməl olduğu üçün tərk etdi. Qulağa inanılmaz gəlir, amma bu həqiqətdir. Dünyaca məşhur ulduz futbolçu Kaka həm meydançadakı uğurları ilə, həm də şəxsi həyatındakı nümunəvi şəxsiyyəti ilə tanınırdı. O yaraşıqlı, nəzakətli, zəngin, məşhur və ən əsası sədaqətli biri idi. Bu xüsusiyyətləri ilə yanaşı onu ən önəmli edən şey isə ürəyi idi. Uşaqlıq sevgisi olan Karol Inceliko ilə evləndi. Ona sonsuz sevgi göstərdi. Onu incitmədi, heç vaxt aldatmadı. Möhtəşəm bir ailə qurdular və 2 uşaq sahibi oldular. Amma bu mükəmməllik belə evliliklərini xilas edə bilmədi. Keçmiş həyat yoldaşı Karolin bunları belə ifadə etdi. Kaka məni heç vaxt aldatmadı. Mənə çox yaxşı davrandı. Gözəl bir ailə qurduq. Amma bütün bunlara baxmayaraq xoşbəxt değildim. İçimdə elə hiss edirdim ki, sanki daim nə isə çatışmır. Və 10 il davam edən evlilikləri bu sözlərlə sona çatdı. Kaka'nın hekayəsi də bizə göstərir ki, həyatda nə qədər mükəmməl olursanız olun, dəyərini bilməyən insanlar üçün heç vaxt kifayət etmirsiniz.